Hər vaxtınız xeyir olsun, əziz Təhsil TV izləyiciləri. Təhsil TV podkastı yenə sizinlədir. Bugünkü qonağımız isə Uşaq Qaynar Xəttinin rəhbəri Kəmalə Aşımovadır. Xoş gəlmisiniz Kəmalə xanım. Təşəkkür edirəm dəvət etdiyiniz üçün. Mən istəyərdim elə ilk olaraq Uşaq Qaynar Xətti barədə kiçik bir məlumat verəsəm də bir çağırış olsun bu uşaqlara da ki, necə müraciət edə bilərlər, hansı nömrəni yığsınlar? Təşəkkür edirəm. Deməli, Uşaq Qaynar Xətt xidməti 2010-cu ildən fəaliyyətə başlayıb. 10 ildən çoxdur ki, fəaliyyət göstərir və özəlliyi də ondan ibarətdir ki, uşaqlar və müxtəlif insanlar uşaq məsələləri ilə bağlı bizə müraciət edə bilər və digər tərəfdən də Qaynar Xəttin operatorları hansılar ki, 24 saat fəaliyyət göstərir, onlar müraciətləri qəbul edir və qəbul edənlər əsasən psixoloqlar, sosial işçilərdir ki, birbaşa onlar telefonla çalışırlar, ilk psixoloji yardımı göstərib, sonra digər problemlərin həllinə artıq öz töhfələrini verirlər. 116-111 qısa nömrə ilə fəaliyyət göstərir və bununla da yanaşı biz uşaqlar üçün xidmət olduğu üçün daha çox fürsət yaradırıq ki, onlar müxtəlif istiqamətlərdən və resurslardan bizə müraciət edə bilsinlər. Bu da qısa nömrədən əlavə 4 mobil nömrədir ki, hansı ki WhatsApp üzərindən birbaşa uşaqlar əlaqə saxlaya bilər. Çünki problemdən asılı olaraq bilirik ki, uşaqlar və yaxud ailələr və böyüklər də elə olur ki, problemi telefonla əlaqə saxlayıb danışmaq istəmirlər, amma yazmaq istəyirlər və yaxud çıxılmaz vəziyyətdə tez bir məlumat ötürmək istəyirlər. Bunun üçün də sosial şəbəkə səhifələrdən də biz birbaşa WhatsApp-la, sonra Instagram, Facebook və TikTok səhifələrimizdə mövcuddur ki, bu da gündəmdə olan müasir, belə deyək də, inkişaf deməli edən o platformalardakı daha çox Azərbaycanda da istifadə olunur və bunlardan irəli gələrək biz orada da varıq ki, uşaqlara daha tez əlçatan xidmətimizi göstərə bilək və onları mövcud təhlükələrdən kənarlaşdırılmasını təmin edə bilək. Mən istəyirəm kiçik bir əlinizdə olan statistikanı da bizlə bölüşəsiniz ki, nə qədər uşaq müraciət eləyib, ən çox müraciətlər hansı yaş kateqoriyası üzrədir, nə üçün müraciət eləyirlər? Deməli, 2010-cu ildən bugünə qədər olan statistika 84 minə yaxın müraciətdir. Amma bu ili 2026-nı götürsək, yanvar, aprel ayları üzrə 2000-ə yaxın müraciətdir hal-hazırda və onların təsəvvür olsun ki, son 2-3 ildə artıq, belə deyək, uşaqları qarşı zorakılıq deməli hallarının statistik olaraq artmasını müşahidə edirik və bu hallarda da son 6 ayda və son keçən ilki bizim statistikaya da nəzər salsaq, təəssüflər olsun ki, kiberzorakılıq hallarının da artması müşahidə edilir və bununla bərabər bullying, valideynlər tərəfindən etinasız yanaşma, tüfeyli həyat sürmə nəticəsində zərərli vərdişlərə düçar olma deməli səbəbindən uşaqların baxımsız, sosial təhlükəli vəziyyətdə yaşaması ilə bağlı biz böyüklərdən də, vətəndaşlardan müraciətlər alırıq və təbii ki, bunlar hamısı mobil olaraq yerində araşdırılır və müvafiq qurumlara, yerli qurumlara da yönləndirilmələr həyata keçirilir. Kəmalə xanım, vurğuladınız ki, daha çox uşaqlara qarşı zorakılıq halları ilə bağlı müraciət var. Bu zorakılıqlar daha çox kimlər tərəfindən olur? Həm uşaq, həm yaşıdı tərəfindən zorakılığa məruz qala bilir, daha çox ailə üzvləri tərəfindən zorakılığa məruz qalma var və təəssüflər olsun ki, təhsil sahəsində də belə deyək də uşaqların bir-birlə həm yaşıdları ilə bağlı və yaxud hər hansı bir müəllimlə ola bilər ki, hansı anlaşılmazlıqlar ola bilsin. Yəni belə кейslər də var və biz bunu da çalışırıq ki, bu müəllim, təhsil ocağı, valideyn və ailə arasında və xüsusilə uşaqla iş aparılıb onların belə deyək də həllinə nail ola bilək. Kəmalə xanım, deyək ki, bir şagird öz sinif yoldaşı və yaxud da müəllimi tərəfindən zorakılığa məruz qalıb. Bu necə həll olunur? Əgər şagird bizə müraciət edirsə, uşaq özü müraciət edirsə və yaxud da onun valideynləri müraciət edirsə, o halda dinlənilir məsələ. Hər iki tərəfdən məsələ araşdırılır və digər tərəfdən də başlanılır reabilitasiya məsələsi. Sadəcə siz tərəfindən araşdırılır, yoxsa bu işə hüquq mühafizə orqanları da daxil olurmu? Baxır hansı hallarda. Bizim əsas məqsədimiz uşaqlara sosial-psixoloji yanaşmadır. Onları
belə deyək də, sosiallaşmasına kömək eləmək, adaptasiya etmək, reabilitasiya edib və onları reinteqrasiya etmək, yəni yenidən cəmiyyətə qaytarmaqdır. Burada təbii ki, iş başlanılır ilkin olaraq birinci uşaqla, ailə ilə və məktəblə, icma ilə. Hüquq mühafizə orqanları o halda qoşula bilər ki, orada cinayət təkibi olsun, orada belə deyək də hər hansı bir belə deyək profilaktik söhbətə və qeydiyyata, hər hansı bir nəzarətə, əgər riski davranışa meyllilik varsa, o hallarda bəli. Yenə də qeyd etdiyim kimi hər bir case individualdır. Əgər bu məsələdə daha çox iştirakçılıq məktəbin, müəllimi, psixoloqu, mərkəzin, reabilitasiya mərkəzlərini, sosial xidmət mərkəzlərini qaynar xəttin üzərinə düşürsə, biz orada hüquq mühafizə orqanlarının müdaxiləsini belə deyək də ehtiyac görmürük. O səhvlər var ki, problem yaranıbdır. Və o səhvlər o demək deyil ki, biz kimisə cəzalandırmalıyıq, xeyr. Bizim əsas yenə də məqsədimiz daha yaxşıya doğru getmək, o səhvləri anlamaq, o səhvlər üzərində işləmək, istər böyük, istər uşaq, fərq etməz. Amma sağlam mühitdə inkişafımızı davam etdirməkdir. Müraciətlər iki kateqoriyaya bölünə bilər. Məsələn, müəllim var ki, və yaxud məktəb rəhbəri artıq problemi görür və daha erkən müraciət edir. Müəllim özü. Rəhbərdə. Hətta bizdə кейslər var ki, məktəb direktoru müraciət edib və biz orada ailədə uşağın deməli ata-anası rəhmətə gedib yəni mövcud bir bu ilin bir keysini danışım sizə. Həmin o uşağın deməli durumu haqqında bizə məlumat gəlir və biz dərhal məktəblə daha kommunikasiyaya keçirik. Uşağın yaşadığı mühiti öyrənməyə başlayırıq, ailəsi və s. və araşdırılanda görürük ki, uşağın atası-anası rəhmətə gedib və valideyn himayəsindən məhrum olduğu üçün, böyük bacısı olduğu üçün böyük bacısına himayə verilibdir və böyük bacısında ailəsi özünün var və artıq araşdırdıqca biz görürük ki, uşağın durumu ümumiyyətcə səhhəti çox pis vəziyyətdədir və məktəb direktoru da artıq bunu müşahidə edib ki, uşaq hər gün solğun vəziyyətdədir, emosional vəziyyəti yaxşı deyil, dərslərə hazırlıq, tez-tez dərsin buraxılması artıq bir sos işarəsidir. Və o halda artıq bu bir peşəkarlıq təbii. Biz demirik ki, bütün müəllimlər psixoloq olmalıdır. Təbii ki, psixologiya dərin elmdir və sosial işçi olmaq da çətindir. Amma biz sinifə girib müşahidəmizi edib hər hansı bir cücərən bir çətinliyi müşahidə edirik. Digər tərəfdən biz axı WhatsApp qruplar var. Hər bir ailənin, valideynin nələr, hansı problemlərlə üzləşdiyini də sinif rəhbərləri bilir və onlar da o məlumatı tez bir zamanda məlumatını ötürə bilərlər. Və bu halda biz çəkinməməliyik ki, mənim iş yerim necə olacaq? Sonra mənə valideynlər gəlib qısnamayacaq ki, sən niyə mənim məlumatımı ötürmüsən? Belə qorxular var, biz bunları anlayırıq. Amma qaynar xəttə müraciət edilirsə, biz yanaşmamızı elə edirik ki, heç bir tərəf ziyanlıq çəkmir və o valideynə də anlayış verilir ki, bax bu səbəblərə görə o müəllim və psixoloq və məktəb rəhbəri daha tez erkən yaxşı bir addım atıbdır, müsbətdir və bunun siz nəticələrini görəcəksiniz. Və həmin o ailədə bəlli olur ki, bacının həyat yoldaşı bu uşağa qarşı 13 yaşında bir qıza qarşı cinsi təcavüz edir. Mütəmadi. Hətta dərman preparatlarından onu uyudur və uyudan periodda o uşağa bax bu əməlləri edir. Təbii ki, bunlar hamısı araşdırma prosesləridir, bunlar hamısı işdir. Amma biz burada böyük təşəkkürümüzü məktəb rəhbərinə bildiririk ki, o vaxtında bu məsələni bizə bildiribdir. Təbii ki, burada artıq hüquq mühafizə orqanları müdaxilə edir və biz məlumatı ötürürük. Uşaqla deməli o qurban olaraq reabilitasiya işləri aparılır. Məktəb öz deməli nəzarətini yenə də saxlayır və həmin o insan deməli cinayət məsuliyyətinə cəlb olunur. Yəni bu bir кейsdir, amma belə işlər nə qədər konfidensial qalanlar da var, gizli qalanlar da var. Hardakı bütün dünyada bu problemdir ki, aşkarlama həmişə çətindir. Bizim əsas məqsədimiz səslənməkdir və mən hər bir qurumu da səsləyirəm ki, qaynar xətt haqqında məlumat verilsin. Elə məsələlər var ki, uşaq yazır və intihar edən zaman etmək istədiyi anda bizə yazır. Biz onu çəkindirə bilirik.
bacardığımız qədər yönləndiririk. Dərhal rayonda da olsa bu məsələ, rayonda hüquq mühafizə orqanları olsun, fövqəladə hallar olsun, polis idarələri olsun, yerli icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən uşaq müdafiəsi komissiyaları var ki, onlar dərhal belə deyək də əlaqə qura bilirlər və müdaxilə edib dəstək göstərə bilirlər. Məktəbdə çalışan insanlar və əməkdaşlar bir şeyi bilməlidirlər ki, birincisi, psixoloqlarda resurs yoxdur. Digər tərəfdən burada təhlükəsizlik məsələsi də var. Psixoloqlar və sinif rəhbərləri ailəyə gedə bilmir. Getmək üçün onların texniki, maddi-texniki bazası olmalıdır. Digər tərəfdən burada təhlükəsizlik məsələsi ki, mən o ailəyə gedəcəm, mən nə ilə qarşılaşacağam? Yəni biz hər hansı bir ailədən bir sos siqnal alırıqsa uşaqla bağlı, biz orada bütün təhlükəsizlik məsələlərini aydınlaşdırırıq və özümüz üçün dəqiqləşdiririk. Əgər orada narkotik vasitə istifadə edən valideyn varsa, orada tüfeyli həyat sürən insan varsa, ora mütləq hüquq mühafizə orqanları ilə, əməkdaşları ilə gedilməlidir. Bəli, biz qeyd edirik ki, onlar belə deyək də mülki formada olmaları daha yaxşıdır ki, uşaq çəkinməsin. Çünki biz getdiyimiz yerdə bilmirik ki, kimlə rastlaşacağıq. O durumda uşaq orada olacaqmı? Uşağın vəziyyəti necə olacaq? Daha da təkrar travmatizasiya verməmək üçün onlar mülki formada biz onlarla iştirak edirik bu qiymətləndirmələrdə. Amma mütləq qaydada hüquq mühafizə orqanları olmalıdır. Digər tərəfdən müəllimlərin və məktəbin digər gücü, yükü ki, biz təhsilə yönəlirik. Amma bir məsələ var ki, xırda bir şeylər var ki, biz 5 dəqiqəmizi, 10 dəqiqəmizi əgər sinif rəhbəri isə və giririk sinifdə uşaqda nəyisə müşahidə ediriksə, biz 5 dəqiqə emosional bir danışığa, söhbətə vaxtımızı ayırmalıyıq. Təəssüf olsun ki, praktikada bu çatışmamazlıq da var. Və biz tək köklənməməliyik ki, təhsil verək, dərsimizi keçək. Biz paraleli tutmalıyıq ki, emosional vəziyyətin qiymətləndirilməsi və ehtiyac olduqda bir 5 dəqiqə vaxtımızı sərf edir və yaxud görürsünüz ki, uşağın durumunda nəsə var, amma uşaq sizə danışmır. Siz yönləndirə bilərsiniz psixoloqa. Axı, hər gün psixoloqun qəbulunda uşaq olmur axı. Digər tərəfdən sinif var ki, haradakı daha qruplaşma var, daha güclü, emosional vəziyyəti belə deyək də riskli olan və yaxud daha yaxşı olan, daha zəiflər üzərində bullying, qısnamaya başlayır. Və yaxud nəsə problemlər yaşanır sinifdə. 1-2 uşaqdır riskli davranışa, digər sinifdəki uşaqlara təsirini göstərir. Bu halda da uşaqlarla sinifdə qrup işi keçirilməlidir. Bunu da psixoloq eləyə bilər. Və xüsusilə siz qeyd etdiniz, daha sual verdiniz ki, hansı yaşda biz uşaqların müraciətlərini alırıq. Kiçik yaşlı uşaqların müraciətləri çox azdır. Məsələn, 4, 5, 6 yaş aralığı çox azdır. Daha çox müraciət bizdə gəlir 12 yaşdan 17 yaş arası uşaqlardan. Çünki daha çox səslənmə və problemi dözməmək həddi, digər tərəfdən də keçid dövrü yaşları oradan başlayır. Mən yenə soruşmaq istəyirəm, təkrar olacaq. Məktəbdə bullyingə məruz qalan, müəllimi tərəfindən zorakılığa məruz qalan şagirdin sonu nə olur? Burada qərar, təbii ki, qərarı biz vermirik. Biz belə deyək, rəyimizi bildirə bilirik, tövsiyə verə bilirik. Amma qərarı verir yenə də qurumlar. Bu qurumlara aiddir həm Elm və Təhsil Nazirliyi, əgər məktəblə bağlıdırsa, digər bizim uşaq müdafiəsi ilə məşğul olan qurum ailə qadın və uşaq problemləri üzrə Dövlət Komitəsidir ki, yəni onlar töhfələrini verir. Digər tərəfdən də Əmək və Ailənin Sosial Müdafiəsi Nazirliyində çalışan və onun nəzdində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyidir. Hansı ki, birbaşa кейsi belə deyək də nəzarətdə saxlayır və o keysin işini aparır. Qərarları onlar verir. Və burada bir neçə istiqamət var. Reabilitasiya işi yönləndirilir, reabilitasiya işi aparılır. Bu reabilitasiya prosesləri də 6 aydan 1 ilə çəkə bilir. Baxır uşağın vəziyyətinə. Və burada bir dənə də məsələ var ki, reabilitasiya mərkəzlərinin azlığı. İnsanların təmənnasız öz uşaqlarına dəstək ala biləcəyi yerlər azdır, təəssüf ki. Bu da bizim bir resurs çatışmamazlığımızdır. Və digər tərəfdən
burada dəstək ola biləcək, bizə yardımçı ola bilən məktəb psixoloqlarıdır. Ki, məsələn, biz onlarla əməkdaşlıq edirik və hətta elə olur ki, biz məktəblərə səfər edirik və orada həmin məktəbin psixoloquna bir yerdə iş aparırıq. Siz əməkdaşlıq. Biz danışırıq əməkdaşlıqdan, amma tutarlı, real əməkdaşlıq təəssüf ki, mövcud deyil. Kəmal xanım, bəs reabilitasiya mərkəzləri az dediniz. Regionlarda necədir bəs bu mərkəzlər? Regionlarda da təəssüf ki, yox dərəcədədir. Yox dərəcəsindədir. Ona görə də bizim bu çağırışımızda həm məsələn biz qaynar xətt haqqında məlumat verdik. Uşaq müraciət etdi. Amma onunla kim işləyəcək, harda işləyəcək, necə iş aparılacaq? Problemlərdir. Bəli. Adi psixoloqu gedib ilkin qiymətləndirmə edib uşağınla bağlı psixoloqun fikrini almaq belə seansların qiymətləri var. Və bu heç də ucuz deyil. Burada xüsusi məqam nədir? Əsasən daha çox problemlə üzləşən sosial həssas ailələrin uşaqlarıdır. Onlarda maddi vəziyyət bəlli. Maddi durumu aşağı olan ailələrdir ki, yəni sosial rifah aşağıdır və onun maliyyəsi yoxdur. Biz nə qədər ona tövsiyə eləsək də, ona desək də, məsləhətdə görsək, o gedə bilməyəcək. Gedəcək yer yoxdur. Uşaq qaynar xəttinə müraciət edən nə qədər uşağa doğrudan da kömək edə bilmisiniz? Onlar bu dəqiqə o həyata qayıda biliblər, öz düzgün şəkildə həyatlarını yaşaya bilirlər, problemsiz. Deyim sizə, bax bu yanvar-aprel aylarında 2000-dən çox müraciətdir. Və inanın ki, 60-70% uşaq dəstək alıbdır. İntihardan çəkinibdir, kiberzorakılıqdan qutarıbdır, şantaj olunmadan qutarıbdır, hansı ki valideyni bilməyib, amma qızdır. 14, 15, 13 yaşında Snapchat, TikTok, WhatsApp-la tanışlıq olub. Təbii ki, burada da təməl odur ki, uşaq sevgini qıraqda axtarır, evdə görmədiyi qar. Ola bilər, o da ailədən çox zaman asılı olmur. Orada da 50-50% etibarilə ki, valideynin vaxtı yoxdur və yaxud baxır ki, uşaq gülür, düşünmür ki, onun daxilində hansı bir problem. Digər tərəfdən baxımsızlıq, yəni valideynin də günahı var. Amma şantaj olunan qızlar var ki, təəssüflər olsun, şəkil göndərirlər və yaxud da hansı bir informasiya verirlər və qarşı tərəf böyük və yaxud biraz ondan yaşda böyük olan gənc onu şantaj edir. Şəkillər yayılır, informasiya yayılır və deyirlər ki, valideynə göndərəcəyik, valideynə deyəcəyik, mənə evdən pul göndər, mənə deməli mənimlə görüş. Yəni bu keyslər var və bu hallarda onlar qorxu çox böyük qorxu, gərginlik keçirdirlər və biz nail oluruq ki, o qızların bütün informasiyaları silinir, onları şantaj edən qarşı tərəf loginlər vasitəsilə, çünki bizdə heç bir informasiya olmur. Amma sağ olsun bu əməkdaşlıq güclü şəkildə bizdə Daxili İşlər Nazirliyinin kiber deməli cinayətkarlıqla mübarizə idarəsi ilə əməkdaşlığımız var və dərhal onlara yönləndirilir. Və paralel olaraq İnsan Alveri İdarəsi də bizimlə deməli əməkdaşlıq edir ki, o uşaqların valideynləri bilmədən və özləri o təkrar travmanı keçirtmədən o məlumatlar silinir. Və paralel olaraq da onunla iş aparılır ki, bu hallar bir daha təkrarlanmasın. Bəzən də olur, uşaqların qəribə zəngləri. Sizdə də belə zənglər olur mu? Və daha çox necə olur o zənglər? Nə deyirlər məsələn zəng edib sizə? Olub məsələn bu yaxınlarda uşaq zəngləmişdi, dərsi ilə bağlı bir misalın həll edilməsində bizdən kömək istəmişdi və bizim təbii ki operatorlar dəstək göstərmişdi. Yəni burada sonradan valideyn bizlə əlaqə saxlayıb demişdi ki, nə üçün zəng eləyib və s. Ola bilər ki, biz məktəblərdə oluruq maarifləndirmədə və yaxud məktəblərdə də posterlər, asıl plakatlar olur və metrolarda. Yəni biz çalışırıq ki, maarifləndirmə, tanıdım olsun. Və uşaqlar orada da görür və götürüb zəng eləyirlər. Və biz heç də valideynlərə bunu belə deyək də irad kimi bildirmirik. Burada iki məsələ çox vacibdir də önə çıxır ki, birincisi biz sevinməliyik ki, bizim uşaq kömək istəməyi bacarır. Və güvənir də. Güvənir. Digər məsələ o bilir hardan istəməlidir. Ona görə də heç də valideynlər narahatçılıq çəkməsinlər ki, zəng elədi qaynar xəttə və s. Yenə də qeyd edim ki, bizim məqsədimiz
ümumiyyətcə biz digər ölkələrdə o belə deyək də müqayisə etsək və ölkələrdə olan situasiyaları da xəbərlərdə, digər sosial şəbəkələrdə eşidirik və görürük və biz valideynlər də qınamırıq, nə məktəbi də qınamırıq ki, niyə belə yanaşılır? Belə də ki, etibarsızlıq var, bir ümidsizlik var, güvənlik yoxdur. Biz digər ölkələrdəki olan praktika kimi hərəkət etmirik ki, uşağa dərhal nəsə valideyn belə deyək də cəza verdi, cüzi və yaxud nəyisə kanlaşdırdı, onu ailədən götürmək lazımdır. Bizim əsas ölkə olaraq da uşaq müdafiəsinin də özəlliyi ondadır ki, biz ailədə uşağın yaxşı olması üçün çalışırıq. Biz heç də düşünmürük ki, uşağı valideyndən alaq. Bizim birinci, ilk məqsədimiz uşağı öz ailə mühitində inkişafına dəstək göstərməkdir. Heç bir valideyn istəməz ki, onun uşağı əzab çəksin və yaxud uşağı pis yönəmdə inkişaf eləsin. Kəmal xanım, mən istəyərdim ki, statistikada bir fərqlilik də yaradaq ki, daha çox hansı cinsin nümayəndələri sizə müraciət edir kömək üçün və erkən evləndirmə ailə tərəfindən məcburi. Bu hallar necə? Burada fərqlidir. Yəni oğlan, qız biz cinsə bölüb deyə bilməyəcəyik. Bəlkə bir qədər qızlar çox olar, oğlanlar biraz az. Amma çox belə deyək də faiz çox azdır. Və erkən evlilikdə təəssüf ki, ondan da bağlı bizə müraciətlər olur. Daha çox ya uşaqların özlərindən, ya da ki, qonşular tərəfindən ki, və yaxud qohumlar. Hansı ki, bilir ki, artıq proses başlayıb və yaxud toya hazırlıq məsələləri gedir. O halda biz dərhal müdaxilə edirik. Kəmal xanım, mən təşəkkür edirəm. Mən düşünürəm ki, bir çox məsələlər əslində danışdıq, amma bizim mikrofonumuz sizin üçün açıqdır. Təşəkkür edirəm dəvət etdiyiniz üçün. Son olaraq bir şey məqamı bir daha xatırlatmaq istəyirəm ki, biz valideyn olaraq valideyn qayğısı ilə valideyn borcunu ayıra bilək. Bunları da hamısını bir çəkidə tuta bilək və bacardığımız qədər uşaqlarımızla söhbət edək. Onlara irad tutmadan, onları günahlandırmadan. Çünki uşaq böyüdüyü deməli periyodda, etaplarda səhv edəcəkdir. Və biz o səhvləri vaxtında görüb və yaxud o səhvlərlə hansı addımları atmağımızdan çox belə deyək də çox şeylər asılıdır. Və ona görə də söhbətləri gücləndirək, qınaqsız söhbətlər, ünsiyyət, kommunikasiyanı gücləndirək övladlarımızla. Onlar bizə güvənib danışa bilsinlər və o danışanda düşünməsin ki, mən deyəcəm, yenə də günahkar mən olacam və yaxud mən deyəcəm nə olacaq. Yəni bu düşüncəni heç vaxtı belə deyək də şuurunuzda saxlamayın. Siz öz valideynlik qayğınızı və borcunuzu göstərin və müraciət etməkdən çəkinməyin. Qaynar xətt 116-111 və bunun da paralel 4 mobil nömrəsi, birinin də hamısını vaxt baxımından çatdırmasa da, amma ən yadda qalan uyğununu mən səsləndirim. 050-680-2280 WhatsApp üzərində də fəaliyyətdədir, aktivdir və bununla paralel mobil əlavə də var, uşaq qaynar xətti adlanır. Oradan da uşaqlar giriş edib yükləsələr telefonlarını və yaxud valideynlər də bizə müraciət edə bilərlər və birbaşa chat sistemi ilə operatorlarla əlaqə qura bilirlər. Və Instagram, Facebook, TikTok mesajlarından bizə yaza bilərlər. Biz hər zaman aktivik, 24 saat fəaliyyətdədir və onların müraciətlərini gözləyirik. Təşəkkür edirəm. Mən təşəkkür edirəm Kəmalə xanım, minnətdaram. Əziz uşaqlar, ümid edirik ki, heç bir problem yaşamazsınız, amma əgər bir problem, bir təhlükədə hiss edirsinizsə, 116-111-i yığmağı unutmayın. Bizdən isə bugünlük bu qədər, növbəti həftələrdə görüşənədək.